Salam hörmətli izləyicilərimiz, hamınızı xoş gördük. Qazların əlindən danışa bilmirəm, fikir ver səslərinə. Ailəmi qatıblar bilmirəm. Hörmətli izləyicilərimiz, bu günləri hardayıq? Maçdağa, Kanal üstü market deyilən ərazi. Sərdaroğlu marketin arxasında. Maçdağadan, Məmmədiyarovdan rovni 1 kilometr içəridə. Kanal üstü marketdən isə hardasa 800 metr içəridə. Daxili marşrut da bir dənə var burada. Daxili marşruta da ki, belə deyim ki, bir 100-200 metrə arası var. Hörmətli izləyicilərimiz, hardasa gördüyünüz kimi 1,8 sotolar bura. Belənçinə 1,8 sot torpaq sahəsində, belənçinə 2 otaqlı, yerdən kürsülü, amma səliqəli bir evlə gəlmişəm sizi tanış eləməyə. Hörmətli izləyicilərimiz, bu evimizin heyət hissəsidir. Nə zəhmətimizi heyti göstər. Evimizin sanuzilləri, yəni təmirsizdir. Yəni yalan nə deyim? Təmirsiz sanuzildir. Baxın. Amma ev biraz təmirlidir. Belənçinə bir tövləsi var. Qazları da ki, onlara hücum edicilərdir birazdan. İndi isə gəlin sizi evlə tanış edeyim. Hörmətli izləyicilərimiz, evimiz yerdən kürsülü, daxili kürsü deyirlər buna. İç-içə 2 dənə otaq, zəmin özüdən otaqları göstərin. Bu evimizin kuxnyasıdır və bir dənə də yataq otağıdır. Hörmətli izləyicilərimiz, gördüyünüz kimi balacadır. Yəni, nə deyim sizə? Belə bir evdir. Qiymət isə, qiymət də balacadır, yəni. Qiymət də odur, qiymət də balacadır. 29.500. 29.500 start qiymətdir və real alıcıya ev sahibi tərəfindən cüzi endirim olacaq inşallah. Hörmətli izləyicilərimiz, sənədləri də ki, bələdiyyədir. Nömrələrimi qeyd edin inşallah. Gəlin baxın, belə pis evdir, normal bir evdir. Şunları da yandırım. Bu şunları da yandırım. 055 925 26 00. İnşallah. Gəlin baxın, Allah xeyir versin. Sağ olun. Salam hörmətli izləyicilərimiz, hamınızı xoş gördük. Qazların əlindən danışa bilmirəm, fikir ver səslərinə. Ailəmi qatıblar bilmirəm. Hörmətli izləyicilərimiz, bu günləri